necə yaranıb? Çox-çox əvvəllər insanlar odun nə olduğunu bilmirdilər. Hava soyuyanda üşüyür, isti geyimləri olmurdu. Yeməkləri çiy yeyirdilər. Gecələr qaranlıq olurdu. İnsanlar qorxurdular. Bir gün göydə böyük bir ildırım çaxdı. İldırım meşədəki quru bir ağaca düşdü. Ağacdan qırmızı və sarı rəngli alov çıxdı. Bu, od idi. İnsanlar əvvəlcə odun səsindən və işığından qorxdular. Amma sonra hiss etdilər ki, odun yanında dayanan zaman həm də isinmək olurmuş. Onlar odun yanına yaxınlaşdılar. Əl və üzlərini isitdilər. Sonra yemək bişirmək üçün odun üstünə ət qoydular. Ət daha da dadlı oldu. İnsanlar odu çox bəyəndilər. Onlar yanan ağac parçasını qorudular ki, sönməsin. Sonralar iki daşla və ya taxta parçalarını sürtərək od yandırmağı öyrəndilər. Beləcə, insanlar odun necə yaranmasını öyrəndi. Od onların həyatını dəyişdi. Onlar artıq üşümürdü, yeməkləri dadlı olurdu və gecələr qorxmurdular.